Salam hər kəsə. Baxaq bu gün 9-cu sinif buraxılış imtahana düşə biləcəyi bir sınağa, 25 suallıq bir sınaqdır. Birinci sualımıza baxaq. Kəsirlərin toplanmasına aiddir. 4-də 3 plus 2-də 1. Kəsirlərin toplanması necə olur? Ortaq məxrəcə gətirməklə. Bunlara ortaq vuruq neçə olar? 4 olar. Yəni ikinci kəsirimizi 2-yə vursaq, bu zaman olar 4-də birinci olduğu kimi qalır. 3 plus 1-i 2-yə vurduqda 2. Demək, cavabımız eləyir 4-də 5. Variantda bu cür saxlayıb, ona görə belə saxlayırıq. Əgər düzgün olan kəsirə çevirmək lazımdırsa, 1/4-də 1 şəklində yazarıq. Baxaq ikinci suala. İkinci sualda tənlik verib, deyir x-in qiymətini tap. 10-da 5 vurulsun, 3x çıx 4 bərabər 7. Vuruq hasil. Elə bil ki, buradan 3x çıx 4-ü çıxartsaq, daha doğrusu, yəni tapmağa çalışırıq da burada. X-li ifadəmiz çünki budur. Bərabərdir. 7 bölünsün 10-da 5. 7 bölünsün 10-da 5. Burada 10-da 5-in itməsi üçün hər tərəfi 10-a vursaq neçə eləyər? 70 böl 5. 70-i də 5-ə böldükdə 14 düşür. İndi 3x plus, yox, çıxdı. 3x çıx 4 bərabərdir 14. 3x bərabərdir 18. X neçə eləyər? 6. Bizdən də x-i soruşurdu. Demək, cavabımız oldu A variantı. Üçüncü suala baxaq. Deyir, tənliyin kökləri cəmini tapın. Baxın, kvadrat tənlikdə, yəni bunları diskriminantla hesablayıb köklərini tapıb da cəmləyə bilərsiniz. Amma daha rahat üsul vietdir. Viet çevrilmiş kvadrat tənliyi üçündür. Yəni, x kvadratın əmsalı 1 olanda. x1 vur x2 bərabərdir 2 deyirdik. x1 plus yazaq da x1 plus x2-yə deyirdik. Əks işarə ilə ikinci həddə bərabərdir. İndi burada əks işarə ilə ikinci hədd 5 olar. Amma x kvadratının əmsalı 2 olduğuna görə əlavə 2-yə bölürdük. Yəni, bunun düsturu belədir ki, mənfi b böl a. Vurmada isə c-yə bərabər idi. Əgər a birdən fərqli bir ədəddirsə, onda c böl a-dır. Yəni, 2 bölünsün, a-mız da 2-dir. Demək, bizdə nəyi soruşur? Kökləri cəmini soruşur. Kökləri cəmi də 2-də 5. Bu da uyğun gəldi B variantına. Yəni, bu düstur idi. Mənfi B böl A çevrilməmiş kvadrat tənliyi üçün. Bu birisi də C böl A. Sonra, baxaq 4-dədir. Kök altına 72-nin sadələşdirilmiş forması. Kök altında 72-ni hansı iki ədədin hasil şəklində göstərə bilərik ki, birindən kök çıxsın? Çalışdığımız qədər böyük bir ədəd olmalıdır da biri. Bu da nə olmalıdır? 36 vur 2 olsa, 36-dan 6 çıxır, kökdə qalır 2. 6 kök 2. Bu da olur A variantı. 5-də modul sualıdır. Mənfi 7-dən moduldan nə çıxır? Müsbət 7. Sonra çıxılsın. Bu biri modulun içini hesabladıqda mənfi 3 çıx 9 nə eləyir? Mənfi 6. Modulda olduğuna görə bu da müsbət 6 eləyir. 7 çıx 6 bərabərdir 1. Bu da uyğun gəlir A variantına. Baxaq 6-cı suala. 6-cı sualda deyir ki, x çıx 2-nin kvadratı bərabərdir 9. Hər tərəfdən kök alsaq, qalar modulda x minus 2 bərabərdir 3-ə. Buradan da nə yazmalıyıq? Aha, modulda olduğuna görə burada bir dəfə müsbətini çıxarıb hesablayarıq, bir dəfə də mənfisini. Bərabərdir mənfi 3. İndi müsbət 3 olduqda burada x bərabər olar 5-ə. Digər tərəfdə də mənfi 3 plus 2 eləyər mənfi 1. Bizdən də kökləri cəmini soruşduğuna görə, yəni mənfi 1-in üstünə 5 gələndə neçə eləyər? Müsbət 4. Olur A variantı. Sonra bu 6-cı sual idi. Baxaq indi 7-ci suala. 7-ci sualda bərabərsizlik sualıdır. Sadə bərabərsizlik. 3x kiçik bərabər yazarıq. 5-i o tərəfə keçirəndə 7 plus 5 12. X kiçik bərabərdir 4. Bərabərsizliyi bu şəkildə də saxlayıb bizdən formulunu istəyir. Uyğun gəldi A variantına. Açıq şəkildə yazsaydı, olardı cavabımız mənfi sonsuzluq, müsbət 4, qapalı mötərizə. İndi baxaq 8-ci suala. 8-ci sualda nə deyir? Deyir, ifadənin mənası üçün x-də ala biləcəyi dəyərlər hansılardır? Qiymətlərimiz yəni. Burada demək, ümumi ifadəni bizə bu şəkildə verib. X kvadrat plus 1 bölünsün x. Burada toplananları parçalasaq, yəni bu şəkildə yazsaq, x kvadrat bölünsün x, üzərinə gəlinsin 1 bölünsün x. Burada gördüyümüz kimi x-lər ixtisar gedir.
Yerdə qalır x plus 1 böl x. Burada da x hansı qiymətləri almalıdır? Sıfırdan fərqli bütün qiymətləri ala bilər. İfadənin mənası olması üçün. Çünki məxrəcdə x olur. Məxrəcdə heç vaxt sıfıra bərabər ola bilməz. Burada da istənilən bir ədəd olsa, yəni toplayırıq, cavab alınır da mənası var. Əsas kəsirin məxrəcini sıfırdan fərqli yazmalıyıq. Buna da uyğun gəldi A variantı. Sonra baxaq 9-cu suala. Deyir ki, x kvadratı minus 9 bərabərdir 0. Bu tənliyin kökləri hansı ədədlərdir? X kvadratı bərabərdir 9. X də bərabərdir plus minus 3. Yəni kökü -3 və müsbət 3-dür. Burada yəqin ki, variantlarda səhvlik var. Deyir hansı ədədlərdir? -3 də aiddir, müsbət 3 də aiddir. Yəni ikisi bir yerdə olan bir variant yoxdur. Burada isə variantda problem var. Sonra baxaq 10-cu suala. 10-cu sualda deyir ki, bir ədədin 20% 18-ə bərabərdirsə, həmin ədəd neçədir? Həmin ədədi bilmirik, x ilə işarələyək. 20% 18-ə bərabərdir. Yəni 20-yə vurub 100-ə böldükdə bizə 18 verir. Bu tənliyi həll eləyək. Buradan da bununla bunu ixtisar aparsaq 5 qalar. Alar x bərabərdir. 5-i 18-ə vuranda neçə eləyər? 90. 90, bu da uyğun gəldi D variantına. Baxaq 11-ci misala. Deyir ki, ən sadə forması nədir? Nisbətin 2/4 bölünsün 0,6. Rahat hesab üçün hər tərəfə 10-a vursaq, yəni 24 bölünsün 6. Bu da hansı nisbət şəklindədir? Hər tərəfə 6-ya bölsək 4 böl 1 şəklindədir. Yəni C variantı. Sonra 12-ci misalda deyir ki, 5-də 3-ü 45 olan ədəd. Yəni 5-də 3 hissəsi 45 olan ədəd. Necə hesablayırıq? 45-i bölməliyik 5-də 3-ə. Bölmənin də qaydası necədir? Birinci olduğu kimi qalır. Vururuq, digər kəsir tərsinə çevrilir. Yəni 3-də 5. 3 ilə 45 ixtisar gedər, qalar 15. 15-i də 5-ə vurduqda eləyir 75. Demək, cavabımız oldu C variantı. Sonra 13 silsilə məsələsinə aiddir. Deyir, ardıcıllığı verib elementlərin 2, 6, 18, 54. Bizə deyir ki, 6-cı həddi neçədir? Yəni görürük ki, ədədi silsilədir. Birinci həddimiz 2, daha doğrusu həndəsi silsiləymiş. Həndəsi silsilədir. Fikir versək, B1 bərabərdir 2-yə, o birisi görürsünüz 6, 18. Ədədlər bir-birinin 3 mislidir. 2-ni 3-ə vurduqda 6, 6-nı 3-ə vurduqda 18. Yəni küsü silsilə vuruğu 3-dür. Bizdən istəyir 6-cı həddi, yəni B6-nı istəyir. N-ci hədd düsturu hansıdır? O düsturdan istifadə edirik. B1 vurulsun. Q üstündə n-1. Şimdi burada B6-nı istəyir. B6 bərabərdir. B1 vurulsun. B1-imiz 2-dir. Q üstündə n-1. N-imiz neçədir? 6-dır. 6 çıxılsın 1 eləyir 5. Yəni 2 vurulsun 3 üstü 5. 3 üstü 5 neçə eləyir? 243. 243-ü də 2-yə vurduqda neçə eləyər? 486. 486 cavabımız oldu demək D variantı. Növbəti sual 14-cü misal deyir, x kvadrat plus 6x plus 9. Bu da müxtəsər vurma düsturu verir. A plus B kvadratını. X nəyin kvadratı? X kvadratı nəyin kvadratıdır? X-in. 9 nəyin kvadratıdır? 3-ün. X plus 3-ün mötərizə kvadratı. Görürsünüz, alındı. Bunların da 2 misli 2 vur 3 vur x 6x eləyir. Demək ki, x plus 3-ün kvadratıdır. A variantı. 15-də deyir ki, düzbucaqlı üçbucağın kadetləri 6 cm və 8 cm-dir. Hipotenuzunu tapın. Demək, katetlər bunlar da 6, 8 bizdən istədiyi hipotenuzdur. Bunun da tapılması düsturu nədir? A kvadrat plus B kvadrat bərabərdir C kvadratına. Yəni x kvadratı bərabərdir. 6-nın kvadratı 36 plus 8-in kvadratı 64. Bu da neçə eləyir? 100. X kvadratı 100-dürsə x nəyə bərabərdir? 10-a. Demək, bu 15-ci misalın həlli idi. Bu 14 idi. İndi baxaq 16-ya. 16-da nə deyir? Deyir ki, çevrənin radiusu 7 cm-dir, uzunluğunu tapın. Pi-nin də qiymətini verib. Çevrənin uzunluq düsturu hansıdır? 2πr. İndi r-in qiyməti 7-dir. Pi-nin qiyməti 22/7-dir. Buradan da 7-lər ixtisar gedir. 2 vur 22, cavab alınır 44. Demək, cavabımız oldu B variantı. 17-yə baxsaq, 17-də
Deyir ki, sadələşdirin. Bu da sadədir. A-lar və B-lər iştirak edən ifadələrdir. A-ları bir yığsaq, 5A plus 3A eləyir 8A. Mənfi 2B plus B, bu da eləyir mənfi B. Demək, cavabımız olur 8A minus B, A variantı. 18-də deyir ki, 2 ədədin ədədi ortası 15-dir. Ədədlərdən biri 9-dur və o birisi neçədir? Ədədi ortaya ədədlərini toplayıb sayına bölmək deməkdir. Ədədin birini verib 9, o birisi ədədi bilmirik neçədir. X yazırıq, bölürük 2-yə. Bu bərabər eləyirik 15-ə. İndi bunu da çarpaz vurub hesablasaq, 9 plus x bərabərdir 30-a. X da nəyə bərabər olar? 21-ə. Demək, cavabımız oldu C variantı. Sonra 19-da deyir ki, tənliyi həll edin. Burada tənliyi həll etmək üçün yenə ortaq məxrəcə gətirərik. Onun üçün birinci kəsiri 2-yə vurarıq. Olar 6-da 2x üzərinə gəlinsin. O birisini də bir surətdə yazaq. X bərabərdir 4-ə. 3x bərabərdir 24-ə. X neçəyə bərabər olar? 8-ə. Tənliyi həll edin deyirsə, bizdə məchul soruşur da x-i. Cavabımız oldu 8. 20-də deyir ki, 1 kub metr neçə desimetrdir? 1 metrimiz ümumi olaraq neçə desimetrdir? 1 metrimiz 10 desimetrdir. İndi bizdən 1 kub desimetri soruşursa, hər tərəfi kuba yüksəltməliyik də. 1 kub desimetr bərabərdir. Onu kuba yüksəldəndə olur 1000. Desimetrdə kuba yüksəldəndə olur desimetrin kubu. Demək, cavabımız olur 1000 desimetrin kubu. Cavabımız oldu, yəni B variantı 1000. Baxaq 21-ci suala. 21-də nə deyir? Deyir, ifadənin qiyməti neçədir? Kvadrat olduğuna görə kvadratla kök ixtisar gedir. Yerdə nə qalır? 5 çıxılsın. Kök altında 6. Cüt dərəcədən olanda kök çıxartdıqda modulda olmalıdır. İndi 5 böyükdür, yoxsa kök altında 6? Təbii ki, 5 böyükdür. Kiçik ədəddən böyük ədədə çıxdıqda moduldan ifadə onda mənfi olur da. Mənfi olması üçün nə edirik? Tərsinə çeviririk. Yəni yazırıq ki, kökdə 6 çıxılsın 5. Kökdə 6 çıx 5, cavab olur B variantı. 22-ci sualda deyir ki, x və y düz mütənasibdir. X-i verib 4, y-i verib 12. Əgər bu hal uyğundursa, x 7 olanda onda y neçə olar? Demək, 4 olanda 12-dirsə, tənasibi quraq. Bu olsun x qiyməti, bu da olsun y-in qiyməti. 4 olanda 12-dirsə, bəs x 7 olanda neçə olar? Y-imiz. Hə, düz mütənasibdirsə çarpaz vururuq. Tərs mütənasib olanda qarşı-qarşıya vururuq. İndi burada 7-ni 12-yə vurduqda 84 bərabərdir 4y-ə. Y-də neçə eləyər? 21. Buna da uyğun variant hansıdır? C variantı. Baxaq digər suala. Deyir ki, şəkildə AB paraleldir CD-yə. Birinci bucağı verib 50, ikinci bucağı istəyir. Bu 1 ilə 2 daxili bir tərəfli bucaqlardır. Bir-birinə bərabərdir. Yəni, elə cavab olar 50 dərəcə. Və yaxud bir bucağı 50-dirsə, bunun qarşısındakı, daha doğrusu yanındakı qonşu bucaqdır da. 180 minus 50 eləyər 130. Bura 130-dursa 2-yə də qalar 50. Və yaxud elə baxan kimi görünür ki, bir tərəfli bucaqlardır. Bunlar da nə olar? İkisi bir-birinə bərabər olar 50 dərəcə. 24-də deyir ki, şəkildəki ABC bucağın perimetri neçə santimetrdir? X bərabərdir 3 olduqda. İndi x 3 olduqda AB tərəfi nə olur? AB tərəfini verib bizə 3x minus 2. X-in yerinə 3 qoyduqda 9 çıx 2 bərabərdir 7. Sonra AC tərəfi 2x plus 1. X-in yerinə 3 qoyduqda 6 plus 1 7. Sonra BC bərabərdir 4x çıx 3. X-in yerinə 3 qoyduqda 12 çıx 3 9. Perimetr dediyinə görə bunları toplayırıq. 14 plus 9 eləyir. Hə, bunu da toplayanda eləyir 23. Amma variantda problem var. Hansısa bir variant, yəni səhvdə 23 olmalı yerində. 25-ə baxaq. 25-də deyir, əməlinin nəticəsi neçədir? Kəsirlərin bölünməsi. Əgər qarışıq kəsirlərdirsə, bunu düzgün olmayana çevirmək lazımdır ilk öncə. 2/3-də 1-ə düzgün olmayana çevirdikdə eləyir 3-də 7. Sonra vurub tərsinə çevirdikdə digərini. Hə, lap belə bölək, hələ belə saxlayaq, düzgün olmayana çevirək, olur 2-də 3. İndi bundan sonra birinci kəsirimiz olduğu kimi qalır. Vurub tərsinə çeviririk. 2 qalxır yuxarı, 3 düşür aşağı. İndi ixtisar gedən yoxdur, hesablamalıyıq. Hə, burada variantda problem var demək. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.